Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 202 marşrutunun son dayanacağı 92-170 marşrutlarından 20-30 metr məsafədə yola yaxın qapının ağzında asfalt olan ərazidə 3 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər İznik ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətində videonun son dəqiqələrində sizə nəzərinizə çatdıracağam. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Bu ev şəxsi inşa olunmuş bir ev olub. Yeri çox gözəl yerdir. Marşrutlar, demək ki, dükanlara yaxın ərazidə yerləşir. Şəhərə çıxış üçün çox rahat yerdə yerləşir. Bunu da nəzərinizə çatdırım ki, əsas odur ki, yola yaxın yerdə yerləşir. Gördüyünüz kimi bu evin həyətyanı sahəsidir, girişlər bazasıdır. Gördüyünüz kimi də rahat bir maşın həyətinə rahat daxil ola bilər. Haradasa təxmini 50 kvadratlıq həyəti var. Demək, buradan da giririk. Sanuzeli həyətindədir. Bunu nəzərinizə çatdırım, hörmətli izləyicilər. Təmiri normal qaydasında hal-hazırda yaşayışlı bir evdir. Gördüyünüz kimi də hər şey qaydasında. Girəyinin də evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Buradan daxil oluruq evin içinə. Ərazi cəhətdən nəmişlik olmayan ərazidir. Qupquru yerdir. Yəni burada qətiyyən nəmişlik yoxdur. Dəhlizi hardasa 1.70-1.60 var, rahat. Nəzərinizə çatdırım, evə yüngülvarı kosmetik xərc lazımdır. Yəni ev yaşayışlı evdir deyə. Təzə ev deyil. Girən kimi sol tərəfdə burada mətbəxdir. Mətbəxi hardasa 12-14 kvadratda civarında dəyişir. Gördüyünüz kimi də evin hər tərəfi işıqlıdır, havalanma uyğundur. Əsas odur ki, hörmətli izləyicilər, yeri çox gözəl yerdə yerləşir. Buradan keçirik, sağ tərəfdə bir yataq otağıdır. Gördüyünüz kimi də hardasa təxmini bu da 3-ün 5-ə 15 kvadratlıq bir yataq otağıdır. Gördüyünüz kimi hörmətli izləyicilər, yəni yaşayışlı evdə, hörmətli izləyicilər, indi alan adam istər-istəməz hər bir evi, müştəri evi alanda, yaşayışlı ev alanda, yəni yüngülvarı xərclər çəkirlər. Burada yenə bir yataq otaqları həqiqətən genişdir. 3-ün 5-ə də burada bir yataq otağıdır. Gördüyünüz kimi də yəni evin ölçüsüdür. Keçirik buradan da qonaq otağına. Qonaq otağı da gördüyünüz kimi hardasa 3-ün 5-50 zadı olar. Gördüyünüz kimi də qonaq otağıdır. Yəni, hörmətli izləyicilər, gördüyünüz kimi ev haqqında bütün məlumatlarını sizin nəzərinizə çatdırdım. Evin yeri gözəl yerdə yerləşir. Marşrutlara, marketlərə yaxın ərazidə yerləşir. Kimlərsə evin satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodlar götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Sənədi, bələdiyyə sənədidir. Yenə deyirəm, qiyməti də 80 min start qiymətdir, hörmətli izləyicilər. Real alıcı olsa indirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü, hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət.